Bir daha hamınızı xoş gördük. İqli düşüncələrinizi ilə insan, təbiət, texnologiya mövzusunda biz gələcəyin təhsilinə aydınlıq gətirəcəyik. Dünya təcrübəsini, beynəlxalq qaydaları, bu sahədə irəli, mütərəqqi təcrübələrə istinad edəcəyik. Nədən ibarətdir gələcəyin təhsili? Niyə biz gələcəyin təhsilini bugün əsas mövzu etmişik? Hər şeydən əvvəl qeyd etmək yerinə düşər ki, Sokratın dediyi kimi, insan bilmədiyini bilməsi üçün bilməsi lazımdır. Xeyli bilməlisən ki, bir şey bilmirsən. Bunun üçün gör nə qədər biz bilinməli, öyrənilməli. 100 il ömrümüz varsa, bu buna kifayət etmir. Yəni, bilik bir dəryadırsa da biz oradan bir damla götürməyimiz çox məşəqqətli incəliklərə vararaq, insan psixologiyasını dərindən öyrənərək bu yolda təvazökarlıqla addımlamaq lazımdır. Peyğəmbərimiz demişkən də, beşikdən məzara qədər biz öyrənməliyik. Öyrənmək bitməz. Öyrənmək insanın simasına diqqət etsən, onda işıq yaradır, nur yaradır. Bilikdə nur var. Nur insanın simasında bir işıq yaradır. Zaten işıq qaranlıqların, metaforik dildə qaranlıq cahilliyin, möhvumatın aydınladan ən başlıca amillərdəndir. Biz bu yolda bərabərində addımlayaq. Bizim üzərimizdə təbii ki, demək öhdəliklər var. Tələbə, öyrənci qismində, müəllim, öyrətmən kimi və eyni ilə də şəraitin, mühitin gətirdiyi reallıqlar. İndi gəlin hər birinə aydınlıq gətirək ki, bu 4 sənaye inqilabı keçmiş internet əsrində, ağıllı cihazların ağuşunda biz nə edə bilərik? Necə edə bilərik ki, daha toplum üçün, cəmiyyət üçün yararlı bir kadrlar yetişdirək? Ağıllı məsləklər ortaya qoya bilək və onun arxasında cəmiyyət üçün ən uğurlu ixtisaslar seçimi olsun və informasiyalı cəmiyyətdə, bilik cəmiyyətində insanlar özünü reallaşdıra bilsin, öz potensialını ortaya qoya bilsin. Burada şagirddən tutmuş tələbə həyatına qədər və ümumilikdə müəllimin yanaşmaları klassik anlamda artıq özünü dəyişdir, yenilədir. Niyə? Çünki yeni dünya yaranıb, yeni gerçəklərlə biz üzəyik. Bu nədir? Bu 4-cü sənaye inqilabında internetin gətirdiyi, əşyaların internetinin üzərində süni zəka layihələridir. Süni zəka insanı təqlid etməyə başladı. Madəm insan təqlid olunmaqda bu qədər ali məqamlara qədər gəldi, onun yaratdığı bir öyrətim mühiti formalaşdı. Bu mühitdə şagird, tələbə nə etməlidir? Bir doğru yolu özünə, öz tələblərini, öz şərtlərini mənimsəyərək özündə müəyyənləşdirməlidir. Nədən ibarətdir? Bir kərə bütün kağız texnologiyası artıq formatını dəyişmişdir. Kitab əsri, yazı texnologiyası, kağızsız texnologiya yol almışdı. Biz bu kağızsız texnologiya elektron formatlarda, kompüter daşıyıcılarında, muazzam informasiya selində, məlumat axınında biz bunun altındayıq. Biz bunu emal etməliyik. Bilirik ki, əsrimiz bugün informasiya əsridir və ona görə də informasiyalı cəmiyyət yaradıb. İnformasiya məmulatı, informasiya əmtəsi, o ən tez köhnələn, ən strateji amildir. Biz onu istifadə etmirik, sanki onu yeyirik. İnformasiyasız yaşaya bilmirik. Odur ki, indi gəlin bu informasiya əsrində yeni tələblərdə tələbələr özlərini rəqəmsal dünya ilə necə əlaqələndirməlidir? Və burada onlardan tələb olunanlar nədir? Bir kərə doğru bilik və bacarıq vərdişlərə yiyələnməlidir. Rəqəmsal ağıllı cihazları yaxından tanımalıdır. Onların praktik tətbiqlərini öyrənməlidir. Ağıllı, rəqəmsal dərs mühitlərində interaktivliyə meyllənməlidir. Onlar düşünmə qabiliyyətini inkişaf etdirməlidir. Əzbərçi zehniyyətdən yaradıcı imkanlara üstünlük verməlidir. Çünki yaradıcı düşüncə tələbədə artıq sualları verməyi özündə ehtiva edir. Çünki cavablar var və elektron formatda onlar terabitlərlə ifadə olunan elektron yaddaşlarda ən qədərdir. İndi o sualları süni zəkada, onun imkanları ilə bilik bacarıqlarına əlaqədar etsələr, doğru prompt şəklində, sual şəklində verib, vaxtı da ağıllı istifadə edərək gözəl bir nəticə ortaya qoya bilərlər. Eyni ilə də onlar bu mühitin get-gedə dəyişən, güncəllənən, yenilənən tələblərində özlərini yetişdirməlidir. Burada bilik öz yerində
dil bilimi, texnika, texnologiyanın ağıllı istifadələri, sertifikatlı proqramlarda treninqləri keçməlidir. Bu treninqlərdə, təlimlərdə tələbə şagird yeni bilik nümunələri ilə artıq onları simulyasiya edib tətbiq etməlidir. Tətbiqdə praktik yönlü çalışmalarda o praktik vərdişlərə yiyələnməlidir. Biz bilməliyik ki, bugün istənilən sahə, o cümlədən təhsil, tələb təklif üzərində qurulur. Tələb təklif bugün əmək bazarını formalaşdırır. Əmək bazarında hər məsləkə bugün yeniliklərin, internetin, əşyaların interneti üzərində tüğyan edən bu süni zəka layihələrində artıq əmək bazarı yeni tələblər irəli sürür. Odur ki, bu gərəkli tərəfləri öğrencilər, tələbələr mənimsəməlidirlər. Artıq tələb olunan şəkildə özlərini yetişdirməlidirlər. Ağıllı sinifdə interaktiv münasibətləri qurmaqda qabaqcıl təcrübələri, beynəlxalq qaydaları, üsulları yaxından öyrənməlidirlər. Özləri də öz üzərində çalışmalıdırlar. İnsan hər şeyə qadirdir. Mən sizə əmin edim ki, insanda o qədər gizli fitrət, potensial yatır ki, Kantın ifadəsiyle desək, sən özünü nə sanmısan? Küllü aləm, küllü potensial sənin içindədir. Sadəcə onu oyatmaq lazımdır. Onu yönləndirmək lazımdır. İndi isə gələcəyin təhsili mövzusunda beynəlxalq təcrübələrə uyğun, mütərəqqi üsul və qaydalara uyğun müəllimlərin öhdəliyi nədən ibarətdir? Biraz da buna aydınlıq gətirək. Müəllimlər bugün klassik anlamda artıq öz funksionallığını bələdçi roluna devir etmişdir. Yəni, mentor, moderator dediyimiz bu bələdçilik yolunda müəllimlər artıq tələbələrlə münasibətdə onları öz arxasınca aparmağı bacarmalıdır. Yəni, müəllim daha çox təcrübə yönlü, tələbədə düşüncə qabiliyyətini, onun yaradıcı gücünü ortaya çıxarmağı bacarmalıdır. Müəllim bir mövzunun haqqında məlumat verməkdən daha çox o mövzunun fəlsəfəsini izah etməyə bacarmalıdır. O mövzunun bugün iqtisadiyyatla, həyatımızla əlaqələndirməsini bilməlidir. Müəllimin daha çox bugün öz üzərində çalışması, yeni texnologiyanın sirlərinə bələd olması, ağıllı qurğularla bu internet əsrinin tələblərini şəkilləndirməyə bacarmalıdır. O, müəllimlikdən daha çox bugün müasir, özünü yeniləyən, öz üzərində daimi çalışan qabiliyyəti sərgiləməlidir. Müəllim hərəkəti ilə tələbəni tərbiyə etməyi bacarmalıdır. Arxasınca işıqlı tələbə ordusunu dartıb lokomotiv sayağı yönləndirməyi, irəliyə aparmağı bacarmalıdır. Bugün hər bir tələbənin bilirik ki, özünə məxsus daxili potensialı var. Onları görməyi bacarmalıdır. Müəllimdəki göz iki göz şərtidir. Müəllim auditoriyada tələbələrin gözü sayda göz olmalıdır. Tələbə iki gözlə baxırsa, müəllim tələbənin sayı gözlə baxmağı bacarmalıdır. Onları hiss etməlidir. Eyni tezliyi paylaşmalıdır. Aşıladığı mövzunu, yaxından öyrəndiyi, bildiyi mövzunu daim hər gün öz biliyini təzələyərək yeniliklərlə, müasirliklərlə, praktik misallarla uyğunlaşdırmağı bilməlidir. Və bu yöndə bir şeyi bilməliyik ki, Dahi Nizami Gəncəvi çox gözəl deyib. Qüvvət elmdədir, başqa cür heç kəsə üstünlük eləyə bilməz. Burada, yəni elmlə onu öyrənib ortaya çıxarma mütərəqqi metodlarını müəllim daim özünə tələbkarlıqla bacarmağı yaxşılamalıdır. Belə də tələbə bəzən mən öz şəxsi təcrübəmdə bir müəllim kimi deyərdim ki, mən bugün çox müəllimlərimin üstün bacarıq və qabiliyyətini yaxından izləyib, onlarda olan incə məqamları mənimsəmiş və onu da öz həyatımda tətbiq etməyi öyrənmiş birisiyəm. Elə müəllimlərimiz vardı, həqiqətən də onlar bir məktəbdir, canlı məktəbdir. Bu müəllimlərin həyatı öndə örnək misaldır. Biz onların təcrübəsində, onların öyrətim, izah etmə, təhlil etmə və bizləri birər-birər motivasiya üsullarını onların nümunəsində yaxından öyrənmiş oluruq. Əlbəttə, müəllim çox böyük funksiya daşıyır. Müəllimlə bağlı, müəllimin əməyi ilə bağlı, ümumi şərti
dəyərləndirmələr çoxdur. Məhz elə müəllimləri qiymətli tutmağı bütün müqəddəs kitablar və müdrik kəlamlar o müəllimlərə verilən qiymətin dəyərli olduğunu hər zaman vurğulamışdır. Buna görə də müasir dövrdə klassik anlamda yaşanan gerçəklərin ötəsində yeni müəllimlər öz bələdçilik funksiyalarını bu qəbildən, bu prizmadan yenidən şəkilləndirməlidir. Bildiyimiz, bu gördüyümüz, yaşadığımız internet təsiri, hər şeyin interneti, əşyaların interneti, bunu dönə-dönə altını cızaraq desək, yəni internet durmadan öz pik həddinə doğru irəliləməkdədir. Müəllim onun fərqində olmalıdır. Onların arxasında gedən təqlidi zəkanın, onun gətirdiyi təbii zəka, verdiyi töhfələri əlaqələndirməyi bacarmalı və tələbəyə öyrətməlidir. Tələbə də bu yöndə müəllim, tələbə interaktivliyi ağıllı qurğularla uyum təşkil etməlidir. Ağıllı sinifdə, ağıllı qurğular, ağıllı yöntəm, bütün məsələlərdə ağılı mötərizə xaricinə çıxarsaq, ümumiləşdirilmiş ağıl sözünü deməyə başlayacaq. Ağılın dediyi söz də hər zaman ehtiyac duyulandır. Buna görə də müəllimlərin bu öhdəliyi öz üzərində çalışması, müəllimin tələbələrdən fərqli, ən disiplini üst səviyyədə, bəlkə də o da elə tələbə yönlü, tələbə canlı fəaliyyətini qurmağı bilməli, yenilikləri hər zaman yaxından təqib etməli və onun ətrafında dərinliklərdə özünü sınamalıdır və onları bir araya gətirib tələbə, sinif, mühit və müəllim qabiliyyəti ilə yoğurmalıdır. Onlar varsa müəllim işıqlıdır, müəllim nümunəvidir, müəllim öz öhdəliklərini biləndir və belə müəllimlər bugün barmaqla göstəriləcək ən təqdir olunan, ən dəyərli dərdik cəmiyyətin üst qatıdır. Onun işıqlı üzüdür. Gələcək yönlü fəaliyyətlərdə müəllimlər bir lokomotivdir. Arxasınca cəmiyyəti aparan və nə qədər inkişaf etmiş cəmiyyətin nailiyyətləri varsa ortada, bunların hamısında müəllimin töhfəsi var. Müəllim əvəz edilməzdir, müəllim doğrudur. Allahımızın köməyi ilə valideyn evladı dünyaya gətirirsə, müəllimlərimizin dəstəyi ilə, müəllimlərin tövbəsi ilə tələbələr, şagirdlər öz məsləyi ilə öz sənətini, öz yeniliklərini göylərə qaldırır. Yəni göydən yerə valideyn endirirsə, Allahın köməyi ilə müəllim yerdən göyə qaldırır. Bugün insan zəkası artıq o biri planetlərdə, Marsda, Ayda yeni memarlıq, yeni dizayn, yeni texnologiya və bu planetlər arası ağılın gücü ilə məsafələr qət edildi. Burada zəka sözünü deyir. Bu zəkanın bələdçisi də müəllimdir. Elə müəllimlərimiz hər zaman cəmiyyətin avangardıdır, öndə gedənidir və bu öhdəlikli müəllimlər bir ölkənin, bir cəmiyyətin işıq saçan öndərləridir. Gələcəyin təhsilində sistemin rolu, mühitin gətirdiyi gerçəklər, onların müəllim tələbə həyatı ilə, fəaliyyəti ilə yaxından inteqrasiyası. Biz şagird tələbə öhdəlikləri ilə müəllim funksionallığını bağladıq, əlaqədar etdik. Üçüncü ən önəmli mərhələ mühitin, şəraitin, sistemin öhdəliyidir. Bir dövlətin, bir cəmiyyətin, onun işıqlı gələcəyi məktəbinə nəzər salmaqla müəyyən etmək olur. Məktəbə verilən diqqət, məktəbə göstərilən qayğı cəmiyyətin gələcəyinin təməlidir. Elə bilin ki, bir toxum torpağa əkilir. O toxumun verimli, məhsuldar və gözəl ərsəyə çatması üçün məktəbin rolu, məktəbin funksiyası və məktəbdə şəraiti yaradan mühitin bunun arxasında duran bir dəstəyi izah etməyə çalışacaq. Bəli, biz öğrenci olaraq, müəllim olaraq öhdəliklərimizlə bu öhdəliyi həyata keçirəcək mühit lazımdır. Riyaziyyatda belə bir formul var. Nəyi sıfıra vuranda sıfırdır. Əgər şərait, mühit, münbit deyilsə, dənilən bir toxumu əgər torpağa əkirsən, o torpaq münbit deyilsə, orada o cücərməz, o boyatmaz, inkişaf etməz. Odur ki, bunların üçü də bir-biri ilə çox üzvü sürətdə asıl olan məsələlərdir. Beynəlxalq təcrübədə artıq müəllimlərin məktəb şəraitində, təhsil ocaqlarında fəaliyyətini qurması üçün yeni əsrin yeni tələbləri öz şərtlərini diktə edir. Nədir bu şərtlər? Bugün internetin kəsintisiz olaraq sürətli, geniş zolaqlı internet xidmətləri artıq kompüter şəbəkələrində öz sözünü deməlidir. Və bu kompüter şəbəkələri artıq şəhərlərdə,
geniş kompüter şəbəkələrində, yerli internet mühitlərində internetə olan tələblər yüksək səviyyədə yerinə gətirilməlidir. Yəni, texniki bir tələbat. İkinci tərəfdən rəqəmsal sinifin ləvazimatı, ağırlıq, alət, qurğu, instrument sinifdə, mühitdə yaradılmalıdır. Hansı ki, bu tələbə-müəllim interaktivliyini özündə ehtiva edir. Əgər sinif ağıllı deyilsə, ağıllı yönətimlə, ağıllı qurğularla tədris olunmuyubsa, təbii ki, bu da ümumi nəticəyə öz təsirini göstərəcəkdir. Bu baxımdan beynəlxalq təcrübə bizə nəyi deyir? Təhsil ocaqlarında ən çox praktik yönlü çalışmaları əhatə edən simulyasiya proqramları vardır. Bu simulyasiya proqramları yenə əmək bazarından irəli gələn tələb təklifi özündə formalaşdırır. Bu mühit onu dəstəkləyir. Yəni, tələbə gələcəkdə məsləyi yönündə bir peşə seçərsə, o simulyasiya və praktik çalışmalar üzərindən eyni ilə də qabaqcıl şirkətlərdə praktika keçməklə öz təcrübəsini qazanmalı və bunları sonda nəzəri biliyinlə əlaqədar edib uyumlu şəkildə həyata keçirməyi bilməlidir. Buna görə mən hər üç məqamı tamamlayaraq belə bir nəticəyə vara bilərik. Bu nəticə nədən ibarətdir? Əlbəttə, yeni nəslin X, Y, Z, alfa nəsli bunlar da şərt olaraq tanımlanmışdır. Bugün alfa Z nəsli 2000-ci ildən, 97-ci ildən bu yana doğulan nəsildir. Bunlar demək olar ki, internet əsrinin yeniyetmələridir, gəncləridir. Bu internet əsrinin yeniyetmələri bu yeni ağıllı cihazlarla çalışma vərdişlərinə, bacarıqlarına yaxından yiyələniblər. Hətta deyərdim ki, körpə bir uşaq bugün internet tətbiqi oyunları ilə dilini açır və analar, evlatlar, ailə məişət zəminində bu qədər ağıllı telefonların həyatımıza daxil olduğu bir devirdə baxırsan ki, uşağını oyunla yeməyini verir. Uşaqlar kiberkidlər kimi dünya gəliblər. Onlarda bu kibernetika vərdişləri doğuşdan belə sanki formalaşır. İndi bunlara gələcəkdə yön verən, istiqamət verən təhsil ocaqları, eləcə də müəllim, bələdçi funksiyaları, bunlar bir arada onların qabiliyyətini ortaya qoymuş olacaq. Onlar tələbədə məslək yönlü, peşə yönlü istiqamətləri seçməyə dəstək olacaq. Yaradıcı ruhu aşılayacaq və eyni zamanda internetin tələb etdiyi bu müasirliyin içində gərəkən şərtləri, texniki məsələləri öyrənməyi vacib edəcəkdir. Odur ki, son olaraq fikrimi ona gətirirəm ki, hər kəs bu yolda öz üzərinə düşənləri, öhdəliklərini yaxından bilməli, gələcəyin təhsilini özünü hazırlamağı bacarmalıdır. Gələcək zaten inkişafdadır, durmur. Bugün əlimizdə istifadə etdiyimiz kompüterlər, ağıllı smartfonlar onun son məhsuludur. Onlar günü-gündən gördüyümüz kimi güncəllənirlər. Yeni modifikasiyaları çıxır, ağıllı versiyaları, beynəlxalq standartların üzərində hər zaman inkişafdadırlar. O standartlar da onları vahid həllərə gətirib çıxarır. Beynəlxalq standartlar beynəlxalq normaları qurur. Onları biz yaxından öyrənməli, tələbə öhdəliyindən, müəllim bələdçiliyindən öyrətməyi üzərinə vəzifə bilməlidir. Təhsil ocaqlarında, ictimai mühitdə, maarifləndirmə proqramlarında və bu mühitin gətirdiyi ortamda da bu əlaqələri peşəkarcasına təbliğ etmək və maarifləndirmə işləri ilə bir nəticəyə varmaq tələb olunacaq. Odur ki, təhsil ocaqlarının yaratdığı şərait və mühitin içində ağıllı qurğuların bərqərar olması, onların yerli yerində bir vasitə kimi, alət kimi, qurğu kimi, instrument kimi hazır olması və onların istifadəsi, bilik bacarıqların yönəldilməsi hamısı bir arada gələcəyin təhsilinə gedən yoldur. Bu yol işıqlı yoldur. Bu yolda inanıram ki, beynəlxalq təcrübə, qabaqcıl, mütərəqqi üsul qaydalar öz sözünü deyir. Biz hər zaman fikir mübadiləsi, qabaqcıl təcrübə mübadiləsi edərək bu sahəni daha da inkişaf etdirməyə yönəlməliyik və bu istiqamətdə hər zaman üstün bilik bacarığımızı daha da mükəmməl etməliyik. Mükəmməlliyin yolu bitməzdir. Bu yol sonsuzdur.
elmin, bilimin nəhayəti yoxdur, limitsiz bir yoldur. Ona görə biz sizə şah damarınızdan yaxınıq deyən o uca Allahımız hər şeyi alimin özünün dərkini belə qanunların yaxından izahını alimin mürəkkəbində təsadüfən görmür. Bəli, alimin mürəkkəbi bugün smart qələmlərlə yazılır. Smart qələmlər öyrənilməli, aşılanmalı, bilik, bacarıq, peşəkarlıq öz sözünü deməli, mühit onu dəstəkləməli, gələcəyin təsirinə gedən yollara birgə töhfələr verməlidir. Bu yolda hər kəsə başarılar diləyirəm. Uğurlar olsun, növbəti görüşlərə dək.